Salam uşaqlar, hər vaxtınız xeyir olsun. İndi sizinlə 7-ci sinif fizika dərsliyinin ikinci hissəsinin elektroskop mövzusunu öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə keçid etməzdən əvvəl onu nəzərinizə çatdırmaq istərdim ki, bu kimi mövzuların izahlarının davamını gəlməyini istəyirsinizsə, kanala abunə olmağı və bəyənməyi unutmayın. Eyni zamanda fikir və rəylərinizi də şərh bölməsində yazaraq təkliflərinizi mənimlə bölüşə bilərsiniz uşaqlar. Elə isə başlayaq öyrəndiklərinizi tətbiq edin hissəsinin birinci sualına. Burada deyir ki, müsbət yüklü A və B cisimləri yüksüz elektroskoplar toxundurulmuşdur. Onları toxundurmazdan əvvəlki elektrik yüklərini müqayisə edin. Deməli uşaqlar, hər ikisi müsbət yüklü. A cismi də müsbət yüklü, B cismi də müsbət yüklü. Amma indi bizə deyir ki, toxundurmamışdan qabaqki bu yükləri müqayisə edin. Fikir verək uşaqlar. A yükü elektroskopa toxunduqdan sonra elektroskopun vərəkləri bir-birindən bu qədər aralanmışdır. Amma B cismi elektroskopa toxunduqda isə elektroskopun vərəkləri bir-birindən daha çox aralanmışdır. Yadınıza gəlir, biz sizinlə öyrənmişdik. Deməli, elektroskop nə üçün istifadə olunur? Cisimlərin elektrik yükünə malik olub olmadıqlarını müəyyən etmək, eyni zamanda onların elektrik yüklərini müqayisə etmək üçün. Deməli, elektroskopun vərəkləri nə qədər çox bir-birindən aralanarsa, demək ki, həmin elektroskopa toxundurulan cismin yükü daha böyükdür. İndi fikir verək burada. A cisminin yükü toxundurulduqdan sonra vərəklər bu qədər, B cismi isə daha çox aralanır. Demək ki, A cisminin yükü QA daha böyükdür QB-dən. Səbəb yenə də deyirik, elektroskopun vərəklərinin bir-birindən aralanmasına görədir. Sonra ikinci suala keçək. İkinci sualda deyir ki, mənfi yüklənmiş cisimlər mənfi yüklənmiş elektroskopla toxundurulduqda, deməli uşaqlar, mənfi yüklənmiş cisimlər mənfi yüklənmiş elektroskoplara toxundurulduqda, hər ikisi mənfi yüklənib. A variantını izah edək. Birinci elektroskopun vərəkləri daha da aralanır. Müşahidə olunan hər iki hadisəni izah edək. Fikir verək uşaqlar. Deməli, bax, bir qədər yaxınlaşdırım. Tam aydınlığı ilə sizə aydın olsun. Fikir verək uşaqlar. Bax, burada ikinci sualda toxundurulan cismin hansı yükə malik olduğunu sayaq. Necə sayarıq? Bax, burada mənfi yükləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7. Demək ki, mənfi 7Y elektron, protonların sayını sayaq 1, 2 və 3. Demək ki, müsbət 3Y-də protonumuz var. Ümumi yükü müəyyən etdikdə Q bərabərdir, mənfi 7. Üzərinə gəlsin 3Y. Çünki 3 dənə protonumuz var. Bərabərdir, mənfi 4Y. Deməli, bizim bu toxundurduğumuz cisim mənfi 4Y yükünə malikdir. Bax, bunu bildik, müəyyənləşdirdik. İndi bu cismi gətiriblər mənfi yüklənmiş. Çünki bizə demişdik ki, mənfi yüklənmiş cisimdir. Nə qədər yükləndiğini də müəyyənləşdirdik. Və mənfi yüklənmiş bu elektroskopa toxundururlar. Bu zaman görüblər ki, vərəklər daha da aralanır. Əvvəl, bax, vərəklər bu şəkildə idi. Buradan qırıq-qırıq göstəriblər. Və görürlər ki, vərəklər daha da aralanıb. Bunun səbəbi nə ola bilər? Səbəb ondan ibarətdir ki, demək ki, əvvəlcə vərəklərin yükü az imiş. Az imiş, nə qədər imiş? Məsələn, normal bizim toxundurulan cisimimiz Q bərabərdir mənfi 4Y deyil. Demək ki, mənfi 4-dən az imiş. Tutaq ki, buraya yazıram o zaman cavabın. Vərəqin yükü mənfi 4Y-dən az. Məsələn, mənfi 3Y, mənfi 2Y və s. Bu şəkildə imiş ki, bu baxımdan az imiş, ona daha çox yüklü cisim yaxınlaşdırdığına görə elektronlar hərəkət edib və gəlib vərəqlərə, bu baxımdan da vərəqlər bir-birindən daha çox aralanmağa başlayıb. Səbəb bundan ibarətdir. Deməli, səbəb nə oldu? Vərəqin yükü toxundurulan cismin yükündən az imiş.
Vərəqin yükü toxundurulan cismin yükündən az imiş. Yaxşı, səbəb bundan ibarətdir. İndi B cismini müşahidə edək. B'de isə deyir ki, ikinci elektroskopun vərəqləri bir-birinə yaxınlaşdırır. Bayaqlar bunu hesabladıqda yükümüz nə qədər oldu? Q bərabərdir. Mənfi 7-yə üzərinə gəlsin 3-yə bərabərdir mənfi 4-yə. Demək ki, bizim bu cisimimiz Q bərabərdir mənfi 4-yə yükünə malik imiş. Fikir verin, vərəqlər əvvəlcə bu uzaqlıqda imiş və daha sonra mən bu cismi elektroskopa yaxınlaşdıranda vərəqlər bir-birinə yaxınlaşıb. Səbəb nə ola bilərmiş? Səbəb isə bu dəfə vərəqin yükü çox imiş. Az yüklü cismi ona yaxınlaşdıranda öz elektronların bu dəfə cismi ötürüb və öz elektronların cismi ötürdüyünə görə bu dəfə vərəqlərin yükü azalıb, o baxımdan vərəqlər bir-birinə yaxınlaşıb. Deməli, B variantını da yazaq. Səbəb o imiş ki, toxundurulan cismin yükü, buradan yazmıram daha, çox uzun vaxt aparır. Toxundurulan cismin yükü vərəqin yükündən az imiş. Az imiş, məsələn, nə qədər? Demək ki, vərəqin yükü daha çox imiş də. Vərəqin yükü yazaq. Q bərabərdir. Məsələn, mənfi 5Y, mənfi 6Y və s. bu şəklindəymiş. Yaxşı. Vərəqin yükü daha çox imiş, amma toxundurulan cismin yükü daha azdır, yəni mənfi 4Y. Belə uşaqlar, B variantını da izah etdik. Daha sonra keçək öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsinə deyir ki, elektroskop hansı məqsədlə istifadə olunur? Əslində bunun cavabını bir qədər əvvəl dedim. Elektroskop cisimlərin elektrik yükünə malik olub olmadıqlarını və yaxud da ki, elektrik yüklərini müqayisə etmək üçün. Səbəb budur. Birinci sualını izah etdik. İkinci sual, şəkildə təsvir olunmuş cismi yüksüz elektroskopun başlığına toxundursaq nə baş verər? Diqqət edin. İndi biz burada müəyyənləşdirməliyik ki, şəkildə təsvir olunmuş bu cismin yükü nə qədərdir? Baxalım, elektronların sayı 4, demək ki, Q bərabərdir, mənfi 4Y, üzərinə gəlsin, protonların sayı da 4-dür, üzərinə gəlsin 4Y, bərabərdir 0. Deməli, bizim cisimimiz cisimimizin yükü sıfıra bərabər imiş. Aha, diqqət edin uşaqlar, bizim cisimimizin yükü sıfıra bərabərdir və vərəqlərə fikir versəz heç hərəkət etməyib, stabil vəziyyətdədir. Stabil vəziyyətdədirsə, demək ki, bizim elektroskopumuzun da yükü sıfıra bərabərdir. Bu baxımdan da yüksüz cismi, yəni yüklənməmiş bir cismi yüksüz elektroskopa yaxınlaşdırsam, vərəqlərin vəziyyətində heç bir dəyişiklik baş verməz. Yazaram, vərəqlərin vəziyyəti dəyişməz. Belə. İndi üçüncü suala baxaq. Elektroskopun vərəqlərinin az və ya çox aralanması nədən asılıdır? Əslində, bunun izahı sizin mövzu, yəni dərsliyinizdə verilən mövzu izahında çox gözəl şəkillərlə izah olunub. Elektroskopun vərəqinin az və ya çox aralanması əlbəttə ki, onun elektrik yükünün miqdarından asılıdır. Səbəb nədir? Əgər elektrik yükünün miqdarı çox olarsa, vərəqlər bir-birindən daha çox aralanır. Yox, əgər elektrik yükünün miqdarı az olarsa, əlbəttə ki, vərəqlər bu zaman bir-birindən az şəkildə aralanmış olacaq. Amma yükün işarəsindən xeyr. Çünki yükün işarəsində müsbət yüklər də bir-birindən itələyir, mənfi yüklər də bir-birini itələyir. Yəni, yükün işarəsindən asılı deyil. Dördüncü suala baxaq. Dördüncü sualda deyir ki, aşağıdakilərdən hansı doğrudur? Yüksüz elektroskopun müsbət yüklənməsi zamanı elektronlar, deməli, bizim elektroskopumuz yüksüzdür, eyni ilə bax bu vəziyyətdəki kimi və bu elektroskopa müsbət yüklənməsi zamanı elektronlar necə edər? Əlbəttə ki, elektroskopun vərəqlərindən cismə
keçər. Çünki biz bilirik ki, hərəkət edən burada yalnız elektronlardır. Elektronlar ya cisimdən elektroskopa keçir və yaxud da ki, elektroskopdan cismə keçir. İndi bu hal-hazırda yüksüzdür. Bax burada. Göstərim. Yaxşı. Bu şəklin üzərində işləyirik. Bax, bu hal-hazırda yüksüzdür. Yüksüz olduğuna görə cisimlərin vərəqləri, elektroskopun vərəqləri stabil vəziyyətdə dayanıb. Və müsbət yüklənməsi üçün nə etməlidir? Bunun elektronları hərəkət edib gəlməlidir, cismə keçməlidir. Elektronları əgər gedərsə cismə, bu zaman özü bu müsbət yüklənəcək və müsbət yükləndiyinə görə bu elektroskopun vərəqləri bir-birindən aralanmağa başlayacaq. Deməli, nə olacaq cavab? B variantı elektroskopun vərəqlərindən cismə keçmiş olacaq. Və 5-ci sual, əlimizi yüklü elektroskopun başlığına toxundurduqda onun neytrallaşmasının səbəbi nədir? Bəli uşaqlar, bunu laboratoriya şəraitində müşahidə edə bilərsiniz. Əlimizi müsbət yüklü elektroskopun başlığına toxundurduqda elektronlar əlimizdən elektroskopa keçir və o neytrallaşır. Bu da onu göstərir ki, əlimiz keçiricidir. Belə uşaqlar, biz sizinlə bu şəkildə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqların izahlarını vermiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər. Sağ olun.